Möhtərəm müsəlmanlar, dəyərli qardaşlar, bugün xütbəmizdə inşallah elə kimsələrdən danışacağıq ki, o kimsələr aləmlərin Rəbbi olan Allaha iman gətirmişlər, lakin olduqları mövqeyə görə onu asıqdan dilə gətirə bilməyiblər. Möhtərəm müsəlmanlar, tarixə baxdığımız zaman tarix boyu elə kimsələr olmuşdur ki, onların olduğu yer, olduğu vəzifə onları sıxmışdırlar. Məsələn, Əshab-ı Kəhfə baxdığımız zaman görərik ki, Əshab-ı Kəhfdə olan gənclərin əksəriyyəti təbiri caizsə günümüzdə nazir idilər onlar. Yəni vəzifəli şəxslər idilər. Lakin onlar imanlarını gizli saxladılar, sonda isə imanlarını aşkara çıxartdılar və Allah Azza və Cəllə onları sabit qıldı. Və həmçinin bugünkü xütbəmizdə dəyərli qardaşlar, biz Qafir surəsindən başqa bir adı da var o surənin, Mü'min surəsindən oxuyacaq. Allah Azza və Cəllə bizə bir kimsə haqqında xəbər verir ki, o kimsənin iman gətirdiyini və o Fironun ən yaxınlarından, qohumlarından olduğunu, vəzifə sahibi olduğunu bildirir. Və o iman gətirmişdir, lakin yerə görə o sarayda imanını asığa, aşkara çıxara bilmirdi. Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, وَقَالَ فِرْعَوْنُ ذَرُونِي أَقْتُلْ مُوسَى وَلْيَدْعُ رَبَّهُ Firon dedi ki, bırakın beni, Musa'nı öldürüp, o da Rabbine dua etsin. İnni ahafu en yubaddile dinakum ev en yuhdira fil ardı fesad. Dedi ki, ben korkuram ki o yeryüzünde fitne çıkarsın ve sizin dininizi değiştirsin. Bundan korkuram. Bakın değerli kardeşler, biz bilirik ki Firon en büyük tağuttur ve ben sizin en büyük Rabbinizem deyirdi. Lakin onun bu çıxışı, bu sözü sanki öz millətini düşünür və onların dininin dəyişməsindən qorxur. Bu da onu göstərir ki, dəyərli qardaşlar, yer üzündə fitnə, fəsad çıxaranlar, onların hamısı, hər biri biz yer üzündə fəsad deyil, islah edirik deyirlər. Heç görmüsünüzmüş ki, məsələn, hansı müsəlmanlara zülm edildiyi zaman desinlər ki, biz zülm etmək üçün gəlmişik. Xeyr. Müxtəlif bəhanələr, adlar uydururlar. Burada baxırıq ki, Firon yaxşı bilir ki, Peyğəmbərlər gəldiyi zaman olduğu cəmiyyətə uyğunlaşmaq üçün gəlmirlər. O Peyğəmbərlər gəlib cəmiyyətin razı olduqları ilə razı olmurlar. Çünki Peyğəmbərlərin əsas hədəfləri vardır. Onlar Allahın dinini yaymaq, Allahın dinini hakim qılmaq üçün gəlirlər. Firon da bilirdi ki, Musa Peyğəmbərin gətirdiyi din, onun mülkünü, onun etiqadını, onun əsas inandığı şeyləri darmadağın edir. Ona görə Firon təbiri caizsə burada qorxaq pəhləvan kimi çıxış edir. Biz bilirik ki, Firon yaxşı bilirdi ki, o Musa Peyğəmbəri öldürə bilməzdi. Çünki bilir ki, o Allah tərəfindən möcüzələr gətirmişdir və Allahın Peyğəmbəridir. Lakin yenə də öz əyanlarına deyir ki, bırakın beni, Musa'nı öldürün və o da Rəbbinə dua etsin. Musa Peyğəmbər dedi ki, قَالَ إِنِّ عُفْتُ بِرَبِّي وَرَبِّكُمْ مِنْ كُلِّ مُتَكَبِّرٍ لَا يُؤْمِنُ بِيَوْمِ الْحِسَابِ Musa Peyğəmbər dedi ki, mən sizin də, mənim də Rəbbim olan Allaha sığınıram, hesab günündə iman gətirməyən hər bir təkəbbürlüdən. Musa Peyğəmbər dedi ki, hesab gününə iman gətirməyən hər bir təkəbbürlü şəxsdən mən sizin də, mənim də Rəbbim olan Allaha sığınıram dedi. Baxın dəyərli qardaşlar, bu sözdən sonra Allah Azza və Cəllə Fironun ən yaxınlarından, qohumlarından, vəzifədə yüksək məqam sahibi olan kimsə haqqında bizə xəbər verir. Uca Allah buyurur ki, وَقَالَ رَجُلٌ مُؤْمِنٌ مِنْ آلِ فِرْعَوْنَ يَكْتُمُ إِيمَانَهُ Fironun ailəsindən imanını gizli saxlayan bir kişi, bir adam dedi ki, اَتَقْتُلُونَ رَجُلًا اَنْ يَقُولَ رَبِّيَ اللّٰهِ Siz bir insan Rabbim Allah'tır dediği için onu öldürmek mi istiyorsunuz? Bakın değerli kardeşler, bu kimse Allah'ın hikmet verdiği kimselerden biridir. Neye göre? Çünkü o burada istidrac-ı muhatap değildir buna.
Yəni birbaşa demir ki, mən ona iman gətirmişəm. Çünki bu söz dediği zaman artıq ona heç kəs qulaq asmayacaqdır. Lakin o onlardan bir fərq olduğunu göstərir və onları düşünməyə çağırır. Sanki onlardan biridir. Deyir ki, siz bir insan Rəbbim Allah'dır dediği için onu öldürəcəksinizmi? Halbuki o Rəbbinizdən sizə ayələr, möcüzələr, dəlillər gətirmişdir. Və bunları onlara təlqin edir ki, düşünsünlər. Sonra həmən o iman gətirən şəxs deyir ki, əgər o yalan danışandırsa, onun yalanı öz əleyhinədir. Yox, əgər doğru danışandırsa, o zaman onun dediği, vəd etdiyi bəzi şeylər sizi haqlayar. Baxın, dəyərli qardaşlar, bu adam hətta birinci yalandan başlayır ki, öz qövmü şübhələnməsinlər ondan və onlara bu şəkildə dəvət edir. Və sonra deyir ki, İnna Allaha la yehdi men huve musrifun kəzzab. Allah həddi aşan yalancıları doğru yola yönətməz. Baxın, dəyərli qardaşlar, bu kimsə Allah Azze ve Celle bizə xəbər verir ki, mümin kimsədir. Və onun mümin olduğunu, iman gətirən olduğunu Allah Azze ve Celle şahid durur. Və onun qissəsini Quran-ı Kərimdə zikr edilmişdir və qiyamət gününə qədər də biz bu qissəni, bu surəni oxuyacaq və onu xatırlayacaq. Həmən adam, dəyərli qardaşlar, dedi ki, Ya qavmi lakumul mulkul yevmə zahirina fil ardi fəmən yansuruna min bəqsillahi inca'ana. Dedi ki, ey qövmüm, bugün siz yeryüzündə hakimsiniz, idarə etmək sizə aiddir. Bəs yaxşı, Allahın bəlası, Allahın əzabı bizə gəlsə biz nə edərik? Baxın, demir ki, Allahın əzabı sizə gəlsə, deyir ki, Allahın əzabı bizə gəlsə nə edərik? Özünü də onlardan bir fərd sayır ki, onlar onun nəsihətini dinləsinlər və onları dəvət etsin. Bəs nə üçün bu adam, yəni bu məqamda öz imanını yavaş-yavaş ortaya çıxarmağa başladı? Çünki o, Fironun dedik ki, ən yaxınlarından, qohumlarından idi, bəzi müfəssirlərə görə onun əmisi oğlu idi və yüksək məqam sahibi idi vəzifədə. O, eşidəndə ki, Firon öz əyanlarını toplayıb və Musa Peyğəmbəri öldürməkdən bəhs edir, bu zaman artıq yavaş-yavaş onları dəvət etməyə, sonda isə öz imanını aşkara çıxarmağa başladı. Çünki onun iman gətirdiyi Peyğəmbəri əgər öldürmək üçün bəhs edirlərsə, bu ən axırıncı mərhələdir ki, ondan sonra susmaq mümkün deyil. Dəyərli qardaşlar, həmən o iman gətirən kimsə özünü də onlardan bir fərd sayır, deyir ki, bəs Allahın əzabı bizə gəlsə, bizi o əzabdan kim qurtara bilər deyə onlara nəsihət edir. Bunu eşidəndən sonra Firon görür ki, ona ən yaxın olan kimsə artıq öz əyanlarını, artıq onları fikirləşməyə, onları daha da dərindən fikirləşməyə çağırır və onları dəvət edir. Dərhal onun sözünü kəsib deyir ki, mən sadəcə öz görüşümü deyirəm və mənim görüşüm də sizi doğru yola yönəltəcəkdir. Yəni məndən başqa, mənim görüşümdən başqa görüş ola bilməz deyir. Dəyərli qardaşlar, Allah Azze ve Celle bizə xəbər verir ki, bu hadisədən sonra həmən o insan xəbər susmadı və yenə də öz qövmünü dəvət etməyə başladı. Dedi ki, وَقَالَ الَّذِي آمَنَ يَا قَوْمِ إِنِّي أَخَافُ عَلَيْكُمْ مِثْلَ يَوْمِ الْأَحْزَابِ. Dedi ki, ey qövmüm, mən daha öncə o toplumların başına gələnlərdən sizin üçün qorxuram. مِثْلَ دَأْبِ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَالَّذِينَ مِنْ بَعْدِهِمْ. Daha öncə Nuhun qövmü, Adın qövmü, Səmudun qövmü və onlardan sonra gələn qövmlərin başına gələn bəlalardan sizin üçün qorxuram. وَمَا اللّٰهُ يُرِيدُ ظُلْمًا لِلْعِبَادِ. Allah qulları üçün zülmü istəməz. Allah qullarına zülm etmək istəməz. وَيَا قَوْمِ إِنِّي أَخَافُ عَلَيْكُمْ يَوْمَ التَّنَادِ. Ey qövmüm, mən sizin üçün o fəryat günü, qiyamət günü üçün sizin üçün qorxuram. يَوْمَ تُوَلُّونَ مُدْبِرِينَ مَا لَكُمْ مِنَ اللّٰهِ مِنْ عَاصِمٍ. O gün, o qiyamət günü siz arxanıza çönüb qızacaqsınız və sizi Allah'tan başqa heç kəs qoruyamayacaqdır. وَمَنْ يُضْلِلِ اللّٰهَ فَمَا لَهُ مِنْ هَادٍ. Allah kimi azdırarsa onu heç kəs doğru yola yönəldə bilməz. Baxın
değerli kardeşler, bu adam artık hissediyor ki Firavuna nəsihətlər fayda vermir. Artık onun əyanlarına ve ondan sonra ise orada olan bütün insanlara tövhidi davet edir ve öz imanını yavaş yavaş ortaya çıkarır. Ve bundan sonra değerli kardeşler, hemen o şəxs onlara tarixten bir hatırlatma edir. Biz bilirik ki Yusuf Peygamber Musa Peygamberden önce gelmiştir. Ve bu Bəni İsrail, onlar ne de gitmiştir Mısır'a? Tabii ki bilirik ki Yusuf Aleyhisselam öz kardeşleri, 12 kardeşi ve onun ailesini Mısır'a getirir ve uzun yıllar orada bolluk içinde, refah içerisinde yaşayırlar. Ondan sonra ise orada olan hakimiyet yine değişir ve 4 əsr sonra, 400 yıl sonra yeniden yeni bir zalim bir hakim gelir, Firavun gelir ki o da artık onları köle etmeye başlayır. Ve bu adam onları hatırladır ki daha önce Yusuf Peygamber de gelmişti ve siz onun getirdiklerine şüpheyle yanaşırdınız. Allah buyurur ki hemen o iman getiren şahs dedi ki وَلَقَدْ جَاءَكُمْ يُوسُفُ مِنْ قَبْلُ بِالْبَيِّنَاتِ فَمَا زِلْتُمْ فِي شَكٍّ مِمَّا جَاءَكُمْ بِهِ حَتَّى إِذَا هَلَكَ قُلْتُمْ لَنْ يَبْعَثَ اللّٰهُ مِنْ بَعْدِهِ رَسُولًا. Elə ki daha önce Yusuf geldiği zaman, Yusuf Peygamber geldiği zaman size apasık deliller, möcüzeler getirmişti. Ve siz de ona şüphe etmekte devam edirdiniz. Ta ki Yusuf Peygamber vefat ettikten sonra dediniz ki Allah Azze ve Celle bize bir daha peygamber göndermeyecektir. Heyiflenirdiniz. Kezalike yudillullahu men huve musrifun murtab. Böylece Allah şüphe eden, haddini aşanları doğru yola yöneltmez. Burada onlara haberdarlık edir ki daha önce Yusuf Peygamber de gelmişti, indi de Musa Peygamber gelmiştir. Ve onları ora davet edirdi. Değerli kardeşler dedi ki Peygamberler geldikleri cemiyete, geldikleri ölçelere, şehirlere onlara uygunlaşmak için gelmirler. Onlar Allah'ın dinini hakim kılmak için kullara kul olmaktan çıkarmak için gelirler. Nedir ki tarihte böyle bir hadise de baş vermiştir. Meşhur bir söz tarihe yazılmıştır. Müslümanlar ordusu İran'ı feth etmeye gittikleri zaman İran'daki ordu o Müslüman ordusunun rehberine dedi ki sizi buraya getiren şey nedir? Hemen o müzahit dedi ki Ci'na linuhricel ibada min ibadetil ibad ila ibadet rabbil ibad. Dedi ki biz kullara kul olmaktan çıkarıp kulların Rabbine kul etmek için geldik dediler. Subhanallah. Bu da onu gösterir ki değerli kardeşler, bütün peygamberler yeryüzünde insanları kul olmaktan çıkarıp onların Rabbine kul etmek için gönderilmiştir. Bakın bundan sonra bu Firavun haddini aşır ve hissedir ki onun en yakınında olan bu kimse. Bu arada ona diyelim ki İmam Suddi ve İbn Abbas'ın görüşüne göre bazıları diyor ki o Asya'nın atası idi. İman getirmişti. Lakin imanını gizli saklıyordu. Bir kısmı da deyirler ki o Firavun'un əmisi oğludur, imanını gizli saklamıştır. Lakin değerli kardeşler, bizim için bu adamın kimliği önemli değil. Mühim olan onun ettikleri önemlidir. Eğer önemli olsaydı Allah Azze ve Celle bize onun kim olduğunu da lütfen bize diyerdi. Bakın değerli kardeşler, Firavun'un ailesinden iman getirip ve imanını gizleyen iki şahs var idi. Onlardan biri Asya, diğeri ise bu onun ailesinden əmisi oğludur ki imanını gizli saklamıştır. Tabii ki değerli kardeşler, sual verilebilir şahı ne için bizden evvelki ümmetler öz imanlarını gizledip yalandan Firavun'a demirdiler ki sen bizim Rabbimizsen ve böyle devam etmediler. Çünkü değerli kardeşler, Resulullah sallallahu aleyhi ve sellem buyurur ki İnna Allah tecavüze li an ümmetiyel hata ve nisyan ve mastukriye aleyh. Allah Azze ve Celle benim ümmetim için hata etmeyi, unutmağı ve icrah halında bulunmağı benim ümmetime kesmiştir. Buradan ne var düşürüp biz? Onu anlayırıq ki bizden evvelki ümmetlerde bir insan hata etti mi ona günah yazılırdı. Unutarak bir şey etti mi günah yazılırdı. Ve icrah halında yani mecburiyet karşısında kalsa bile, ölümle hedelense bile yine de o halda yalandan diyemezdi ki ben seni kabul ettim. Lakin bizim şeriatimizde ise elhamdülillah
bunlar icazəlidir. Əgər bir insan unudaraq bir şey edərsə, ona görə günah yazılmaz. Xəta edərsə yazılmaz və həmçinin də ikrah halında, qəlbi imanla dolu olduğu halda, əgər ölüm ilə təhdid edilirsə, o zaman dili ilə o söz deyə bilər, onu dilindən çıxarmaz. Dəyərli qardaşlar, Firon elə ki gördü, artıq onun ən yaxını olan bu şəxs ona qarşı gəlir. Artıq Firon o adam ilə istehza etməyə başlayır və ona lağ edir. Və uzaqla buyurur ki, Firon dedi ki, ey Haman, vəzirli dedi ki, ey Haman, mənim üçün uza bir güllə tik ki, mən onun ilə göylərin yollarına baxın və Musa'nın ilahına satım ona baxın deyir, istehza edir. Təbii ki, dəyərli qardaşlar, uzaqla buyurur ki, beləcə Firona pis əməli yaxşı göstərildi və haqdan döndürüldü və həqiqətən də Fironun hiləsi boşa çıxdı. Bundan sonra həmin ona iman gətirən şəxs deyir ki, وَقَالَ الَّذِي آمَنَ يَا قَوْمِ اتَّبِعُونِ أَهْدِكُمْ سَبِيلَ الرَّشَادِ. Baxın, artıq bu adam üzünü çevirir bütün insanlara. Onlara deyir ki, ey qövmüm, mənə itaat edin, mənim sözümə qulaq asın, mən sizi doğru yola yönədəcəyəm. Ya qavmi innəmə hədihil həyatı dünya məta'a. Ey qövmüm, həqiqətən bu dünya həyatı kesici bir zövqdür. Və innəl axirətə hiyə daru qarar. Axirət yurdu isə əbədi bir həyatdır və daimidir. Bundan sonra dəyərli qardaşlar, həmin o iman gətirən şəxs deyir ki, mən amilə seyyiətən fələ yücüzə illə misləhə. Kim bir pis iş görərsə, etdiyinin qarşılığını eynisiyle alacaqdır. Və iman gətirdiyi halda kişi və qadınlardan salih iş görənlər isə onlar cənnətə girəcəkdirlər və onlar orada hesabsız ruzlənəcəklər. Ya və ya qavmi məli yadrukum ilən nəcəti təd'unəni ilən nar. Dedi ki, ey qövmüm, sizə nə ol baxı, mən sizi qurtuluşa çağırıram. Siz isə məni cəhənnəmə çağırırsınız. Yəni, məni küfrə dəvət edirsiniz. Təd'unəni li'əkfura billahi və üşrikə bihi mə leysə li bihi ilm. Siz məni Allah'ı inkar etməyə və ona heç bir şey, bilmədiyim bir şey ona ortaq qoşmaya çağırırsınız. Mən isə sizi qüdrətli və bağışlayan Allah'a çağırıram. Şübhə yoxdur ki, sizin məni dəvət etdiyiniz bunlar dünya və ahirətdə çağırılmağa heç bir haqları yoxdur. Və həqiqətən də həddini aşanlar, onlar cəhənnəm əhlidirlər. Fəsətəzqurunə mə əqulu ləkum və ufavvidu əmri ilallah. Dedi ki, ey qövmüm, mənim bu dediklərimi siz xatırlayacaqsınız, mən isə öz halımı Allah'a həvalə edirəm. Təbii ki, bu məqamda bildi ki, artıq Firon onu öldürəcək və Firon da onu öldürmək üçün hilə qurduğu zaman Allah Azze və Cəllə oraya bir külək göndərdi. O külək ilə insanların gözləri bağlandı. O insanı isə aradan qurtardı, onu oradan qurtardı. O adam dedi ki, mən işimi Allah'a həvalə edirəm. İnnallaha basirun bil ibad. Həqiqətən Allah qullarını görəndir. فَوَقَاهُ اللّٰهُ سَيِّئَاتِ مَا مَكَرُوا وَحَاقَ بِآلِ فِرْعَوْنَ سُوءُ الْعَذَابِ. Beləcə Allah Azze və Cəllə onu, o iman gətirən kimsəni onların hilələrindən qurtardı, pisliklərdən qurtardı. Fir'onun və onun əyanlarını isə şiddətli əzab verdi. Möhtərəm müsəlmanlar, dedik ki, həqiqətən də iman gətirmək Allahın ən böyük niməti düzəlməkdir. Təsəvvürə gətirin, hətta insan təsəvvürə gətirmək istəmir ki, Allah qorusun, əgər bizdə bu iman neyməti olmasaydı, biz indi haradaydık. Bu Allahın rəhmətindəndir ki, bizə bu iman neymətini bəxş etmişdir və təbii ki, bizim üzərimizə düşən də bunu qorumaqdır. Həqiqətən də iman haqqında Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, Allah Azze və Cəllə dünya malını sevdiyinə də, sevmədiyinə də verər. Amma lakin imanı sadəcə və sadəcə sevdiyi quluna verir. Biz də elhamdülillah iman gətirdiyimiz üçün demək ki, elhamdülillah Allahın sevdiyi qullarıyıq. Bu neyməti dəyərli qardaşlar qorumaq üçün əlimizdən gəldiyi qədər səy göstərməliyik. Və sonda bilirik ki, bəzi insanlar var ki, onlar Allahın dini haqqında bildi-bilmədi danışırlar.
Və təbii ki, bu çox təhlükəli bir şeydir. Və bu bir ayət oxuyacağım ki, o ayətdə bəzi kimsələr var ki, qəbir əzabını inkar edirlər. Deyirlər ki, Quran-ı Kərimdə qəbir əzabı haqqında heç bir ayət yoxdur. Oxuyacağımız ayət isə onu göstərir ki, bu ayət qəbir əzabını sübut edir. Allah Azze ve Celle buyurur ki, "Ən-nâru yu'radûne aleyhâ gudûmen ve aşiyya ve yevme tekûmu s-sâ'atu edkhilû âle fir'avne eşeddel azâb." Uca Allah buyurur ki, Firavuna ve onun əyanlarına səhər, axşam olmaq ilə 2 dəfə ateşə məruz qalarlar. Od verilir onlara. Qiyamət günü qopduqda isə deyiləcək ki, Firavun və onun əyanlarını ən şiddətli əzaba atın deyiləcəkdir. Bu da onu göstərir ki, dəyərli qardaşlar, qiyamət gününə qədər Firavun və onun əyanlarına hər gün səhər və axşam od verilir. Qiyamət günü qopduqda isə onları ən şiddətli əzab cəhənnəm əzabı göstərir.